Qardaş, deyə bilmərəm sabahları millimiz qalib gələcək yoxsa yox. Amma onu deyə bilərəm ki, 2027-ci ilin yayında müqaviləsi bitəcək Leo Andrada Qarabağla masa arxasına oturub. Deməli Qarabağ klubu Andrada'ya istədiyi maaşı ödəməyə hazırdır və Andrada ilə 3 illik müqavilə uzatmaq istəyir və Andrada da razıdır. 2030-cu ilin yayına qədər Andrada Qarabağda forma giyinməyin astanasındadır və bu arada Leo Andrada Qarabağda 41 oyuna 12 gol, 9 asist edib və Andrada bildirib ki, mən Qarabağda özümü çox xoşbəxt hiss edirəm. Hələ bu arasıdır. Kaydi Borges'e də Porsche və Türkiyə klublarından təklif var. Kaydi Borges bildirib ki, mən Qarabağda çox xoşbəxtəm. Bir dəfə səhv edib getmişəm Krasnodara. İkincə bu səhvi yol vermək istəmirəm və Kaydi Borges Leo Andrada kimi Qarabağda qalmağı üstünlüyü tuturlar. Qoğal ki, yekə oğlansan, sən də qal da.